Orta dərəcəli sərtləşmə problemlərində biz zərbə dalğa terapiyalarla yanaşı pasientlərimizdə bəzən də penis injeksiyalarından istifadə edirik. Burada istifadə olunan penis injeksiyaları PRP dediyimiz və ekzozom mikrobalonlardan istifadə edirik. PRP nədir? Biz burada xüsusi kitlər istifadə edərək pasientdən qanı alınır və bəzi prosedurdan keçirildikdən sonra zənginləşdirilmiş PRP mayeəsi alırıq və bunu da biz cinsi orqana vurduğumuzda orada artıq damarlanmanın, yəni yeni damarların yaranmasını, sinirlərin özünü düzəltməsini dəstəkləyirik və beləliklə də sərtləşməyimiz çox daha effektiv olur. Əgər sərtləşmə problemləri çox daha ciddidirsə, biz artıq ekzozomlara, yəni mikrobalonlara üst tuturuq. Bu balaca gördüyünüz ampulların içərisində tam-tamına 5 milyard mikrobalonlar var və bu mikrobalonlar penisə vurulduğunda oradakı təxrib görmüş, zədələnmiş sinirləri taparaq, zədələnmiş damarları, tıxanmış damarları taparaq oraları yeniləyir və sərtləşmə çox daha güclü olur. Əgər siz cinsi zəiflikdən əziyyət çəkirsinizsə, zərbə dalğa terapiya ilə birlikdə bu penis injeksiyalarından istifadə edərək öz əvvəlki sərtliyinizi geri qazana bilərsiniz.